Salam aleyküm əzizləyicilər. Kanalıma xoş gəlmisiniz. Salamlayıram hər birinizi. Gününüz uğurlu olsun. Günləri yenə biz sizlər üçün Sabunçu bazarında çəkilişlər edəcəyik və qab-qacaqların qiymətləri sizlər üçün soruşacağıq. Bir də videoya diqqət eləyin. Videonu axıra qədər izləyin. Satıcıların nömrəsini biz videoda yerləşdiririk. Çalışın nömrələri videoyu axıra qədər izləyin ki, oradan satıcıların nömrəsini götürə bilərsiniz. Yəni satıcılarla əlaqə saxlaya bilərsiniz. Yorumlarda yazırsınız, yazın. Şərhlərinizi yazın, biz sizi cavablandırarıq. Amma yazırsınız ki, nömrəni verin. Çünki nömrəni mən videoda yerləşdirirəm sizlər üçün ki, videonu izləyəsiniz, nömrəni də oradan əldə edə bilər. Nömrəni də oradan götürün, satıcılarla əlaqə saxlayın, gəlin bu qab-qacaqları əldə edin. Bir də deyirsiniz ki, hər dəfə eyni videoları çəkirsiniz. Yox. Görürsünüz burada qab-qacaqlar tam başqa qab-qacaqlardır. Soruşaq bu servislərin qiymətlərini. Bu 11 dənə servis neçədir? 6 tane kuşum oldu. 6 tane. Ha, ofis servis kimi satmıyorsunuz da bunu? Yerim var. 6 yerim var. Bunların 10 manat. Neçəsi? 16'sı 10 manatadır. Bak görürsünüz burada böyücü de var, balacası da var. Gəlib bunları Sabunçu bazarından əldə edə bilərsiniz inşallah. 10 litre. Görürsünüz. Bak 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 tane. Hayır, tamam. Sorumuz yoksa karımız var. 13 tane böyüğü de var, balacası da var. Ama ofis servis vəziyyətdə satmır da bunu. Yani ədəd satır. Bu neçədir bu? Görürsünüz şura baba. Yenə deyirəm, yenə izah edirəm. Qiymətini də siz üçün soruşacağım, axırda nömrəsini də yerləşdirəcəm. Eyni qablar deyil, ayrı-ayrı qablardır. Ola bilər bəzi qiymətlər zadlar bir-birinə oxşasın, onları eyni görəsiniz. Onsuz da qablar görürsünüz, göstərəcəm sizə. Qeyri-qeyri adı, güllü stəkan çaşkalar var orada, ağ, təmiz sadə romkalar var orada, çaşkalar var. Neçədir o çaşkalar? Başka. Ha. Hamısı bir yerde servis. Ha, onların hamısı bir yerdə servisdir. Neçə nə qədər eləyir? 70 manat. Bax belə çaşkalar var. Bu da servis gedir. Nəlmək istəyən bir yerdə 6 tane də ha bunu. 6 tanesi nəlmək istəyən bir yerdə 20 manata. 6 tane nəlmək istəyən bir yerdə 20 manata. Gəlib bunu əldə edə bilərsiniz. Burada. Bu da həmsini. Bu da onun kimi. Görürsünüz, fərqi görürsünüz, bu zər var. Bu belə almasları var. Gəlib bunu da buradan əldə edə bilərsiniz. Sonra belə bulut var. Neçədir bu Madonna buludu? Madonnadır o. Biri 10 manata. Bu belə çaniklər var. Ha? Ha, sonra belə bu belə cinçiqat çanikləri var bax. O neçədir bəs? Çanik. Dəsti. 1, 2, 3, 4. 4 tane çaşkalar da var ha. Ha, ne kadar elir ola? Dəsti 20 manat. Dəsti 20 manatadır. Burada bak. Görürsünüz, çok şeyler var burada. Sonra ağ. Ha? Dün çəkilişini eləyim, eləyəcəkdir. Narahat olma. Niye səbirsiniz? Bunları da lan. O da servis. Onun ne kadar eləyir? 50 manat. Şey de var ha onun. Bunları Sabunçu bazarından əzizləyicilər gəlib əldə edə bilərsiniz Allahın köməyi ilə. Nömrəsini yerləşdirəcəm. Gəlib bazardan əldə edə bilərsiniz. Çatdırma var sizdə? Dəqiq. Rayonlara zada çatdırma var. Bakı daxili çatdırma var. Əlaqə nömrəsini qoyacağım. Əlaqə saxlayarsınız. Biz sizin qab-qacaqları soruşun. Burada çoxdur qab-qacaqlar. Qırmızılar da lan? Güllü, nəkdə. Dəsti 25 manat. Bəs bu çanik də ondan deyil, böyük çanik. Ayrıdır. O neçədir biri? 10 manat. 10 manat. O böyükdür. Amma mən elə bilirəm ki, onun da axır. Onun da elə. Baba neçədir? Qət qabı, böyük qət qabı. Baba onu deyirəm, bu neçədir? 10 manat. Bak görürsünüz.
Başka qablar var. Eyni qablar deyil. Keçən həftəki tam başqa idi, bugünkü tam başqadır. Bu stəkanlar neçədir? O da servisdir. 25 manat. Sanki də var. İkisini de. Sonra belə yekə vaz var. Birini hansını? Böyüğü 65 manat. Vaz neçədir? 10 manat. Şeydə indi güldanları, yek güldanların yanında böyük qablar var. Ha? Koyacağım, narahat olma, deyəcəm, səbirli ol. Denən əlaqə nömrəsini denən. 070 434 89 qardaşın nömrəsidir. Əlaqə yaradarsınız və burada nə qablar var, gəlib əldə eləyə bilərsiniz inşallah. Satmaq da lazım olsa, bəli, satdıq mal da alırlar. Və yəni belə divan krafat yox, belə şeylər, qab-qazaqlar. Hə. Yəni belə şey üçün onları narahat eləyə bilərsiniz və gəlib sata bilərsiniz istədiyiniz mallara. Gelirim. Neçədir güldan? 20 manat. Onun yanındakı 10 manat. Böyük bagimələr? Böyük bagimə neçədir? Ona 5'e bildim var. Ha. Eşitmədim axı? 10 manata. Biri 10 manat ha onların. Balacalar? Balacaların ikisi 10 manat. Ha, biri 5 manata çıxır. Bəs o qapaqlı neçədir? Qapaqlı neçədir? Ha. 20 manat. Xorustallar? Koyulur da 25'e. 30'a 25'e. Balacası 25 manata deyib, böyüyü 30 manata əziz izləyicilər. Aşağı yeri var mı? 3 manat. Nerede? O 25'e. Belə güldanlar da var. Onun dəsti. Bagimə güldanların nedir də? Var onlar. 10 manat. Yanındakı böyüyü 20 manatı böyük. 18. 20 manat. Dedi Allah kömək olsun. Dedi sən də. Səndə qiymət ölçülməsə də. Onu değil ha. Abi 3 mərtəbə şirnet qabı. 5 manat. Burada çox şeylər var əzizlər. İndi özünüz də əlaqə saxlayarsınız, nömrəsini yerləşdirmişəm. Özünüz də əlaqə saxlayarsınız, götürün və gəlin buradan hamısını əldə edin. 15 manata. O neçədir abi? Qızılı olan. Ha, 20 manat. Balacalar? Abi 300, Ha. 15'e. 15'e. Ablan ne kıymetinde de? 5 manat. Biri 5 mi? Yok, matrak çaktı. 25 manata. Yeşe burada kab var. Bu kab neçədir bəs? 20 manat. Sonra kaşıklar var burada. Kaşıklar da var. Əzizlər nömrəsini yerləşdirmişəm. Gördüyünüz bütün qab-qacaqları gəlib qardaşdan əldə edə bilərsiniz. Qardaş deyəndə xanım var, bir də anası var, bir də qardaşın özü var bunların yanında. Yani insanda biraz mədəniyyət yaxşı gedir Allah'ım. Ne onun səsini paylaşacağım onu biləcək. Ama hele göz kırıklarını değinir ya birinlerle getirdim. Hı? Onlar olmaz. Altı kaldı. Bakıram burada ya. Bunları hamısı qardaşlardır. Gəlib Savunçu bazarından inşallah bunları əldə edə bilərsiniz. Sizlər də əzizlər kanala abunə olun və videoları da bəyənməyi unutmayın ki, biz də siz üçün bazar gələn Savunçu bazarından belə video çəkilişlər eləyib paylaşaq. Maksimum da kanala abunə olun. Tamam.